Xatırlayıram ki, illər öncə yanında Quran əzbərlədiyim şeyx mənə öz atası haqqında danışmışdı. Pakistandan və böyük Quran qarilərindən biri idi. Atası da böyük qarilərdən olmuşdu. Mənə deyir ki, atam Quran əzbərləyib bitirəndə müəllimi ona dedi ki, 3 ay boyunca hər gün Quranı mənə başdan ayağa əzbər oxuyacaqsan. Diqqət edin, ey qardaşlar. Hər gün Quranı bütövlükdə əzbər oxuyurdu. Sübh namazına qılan kimi başlayır, xətm edənə qədər davam edirdi. Bəzən günorta, bəzən isə əsr namazına yaxın bitirirdi. Nə vaxt bitirirdisə, o günlük vəzifəsi tamamlanmış olurdu. Hər gün nə qədər müddət davam edirdi? 3 ay. Yəni neçə xətm edir? Tam 90 xətm. Bu 3 ay bayram günü rast gəlir. Şeyx, yəni müəllimin atası, öz müəllimin yanına gəlib icazə istəyir və deyir, bugün bayramdır, ailəmin yanına gedə bilərəm. Müəllim isə, xeyr, gedə bilməzsən, öncə dərsi oxuyub təhvil verəcəksən, bitirəndən sonra gedə bilərsən, deyir. O 90 xətmi tamamladıqdan sonra bir nəfər onun yanına gəlir və soruşur. Ey Əbdülməcid, adı Əbdülməcid idi. Quranı necə əzbər bilirsən? O isə belə cavab verir. Sən Fatihə surəsini necə əzbər bilirsənsə, mən də bütün Quranı elə əzbər bilirəm. Bəs buna necə nail oldu? Səbirlə, nəfslə mübarizə aparmaqla, təkrar və yenidən oxumaqla əldə olundu. Heç kim mənim yaddaşım zəifdir deməsin. Çoxlu təkrar etməklə Allahın izni ilə siz də bu uğura nail olacaqsınız.